İndi isə Şimali və Cənubi Amerikanın iqliminə baxaq. Əvvəlcə Şimali Amerikadan başlayırıq. Şimali Amerikanın da yenə iqliminə təsir edən əsas amillər onun coğrafi mövqeyi, yəni harda yerləşməsidir. Şimaldan Şimal Buzlu okean, şərqdən Atlantik okean, qərbdən isə Sakit okeanının təsiri altındadır. Həmçinin relyef mühüm təsir eləyir. Relyef qərbdə Kordilyer dağları uzanır. Bu dağlar Sakit okeandan gələn havanın materikin daxili hissələrinə keçməsinin qarşısını alır. Həmçinin sahillərinin girintili çıxıntılı olması. Bilirik ki, Şimali Amerikanın da şimal hissələri xüsusilə 4-cü dövr buzlaşmasına məruz qalıb, çox girintili çıxıntılıdır. Hudson körfəzinin materikin daxilinə doğru çox gəlməsi, həmçinin Meksika körfəzinin də materikin içərisinə çox daxil olması hava kütlələrinin sərbəst, rahat şəkildə daha çox irəliyə getməsinə səbəb olur. Bunlar iqlimin əsas belə deyək, amilləridir, əsas formalaşan amillərdir. Həmçinin şimaldan soyuq arktik hava kütləsi gəlir, cənubdan isə isti tropik hava kütləsi gəlir. Bunların qarşısını kəsən bir enli istiqamətdə uzanan bir dağ yoxdur. Ona görə də bu ərazidə bunlar toqquşur və dəhşətli təbiət hadisəsi olan tornadonun, yəni burulğanlı küləyin burulğan yaranmasına səbəb olur. Daha sonra relyef amillərini dediyini keçək, iqlim qurşaqlarına baxaq. Deməli, həmçinin ərazisinin böyüklüyünü də burada vurğulamaq lazımdır. Bilirik ki, Şimali Amerika ekvatordan şimaldadır, yəni ekvator xətti onu kəsmir. Ekvatordan yuxarıda böyük bir məsafədə uzanır. Ekvatorial iqlim qurşağından başqa şimaldakı bütün iqlim qurşaqlarında yerləşir. İndi bu nə deməkdir? Baxın, bu ərazidə Mariato burnu var. Panama bərzəxi, Panama kanalı olan yerdə. Deməli, Şimali Amerikanın cənub ucqar nöqtəsi olan Mariato burnu subekvatorial iqlim qurşağında yerləşir. Subekvatorial iqlim qurşağı da keçid iqlim qurşağıdır. Öz hava kütləsi yoxdur. Yay ayları hansı aylardır şimalda? İyul, avqust ayları, düzdürmü? Deməli, iyun avqust aylarında yağıntının miqdarı çox düşür, amma qışda isə yağıntının miqdarı az düşür. Çünki quru tropik hava kütləsi gəlir. Daha sonra gəlir tropik iqlim qurşağı. Tropik iqlim qurşağı da burada iki tipə ayrılır. Qərb hissədə soyuq Kaliforniya cərəyanının təsiri ilə elə Kaliforniya yarımadası və bir qədər də Meksika yaylasının mərkəzi hissələri, baxın bu ərazilər tropikin kontinental tipində yerləşir. Yəni bura il boyu isti qurudur. Amma şərq hissədə isə isti cərəyanların təsiri ilə materiklərin şərqində xüsusilə tropikin rütubətlisi yayılıb. Burada da Yucatan yarımadasıdır. Florida yarımadasının cənubudur. Kuba, Yamayka, Haiti adaları, Baham adaları, Böyük Antil, Kiçik Antil adaları yerləşir tropikin, həmçinin Dominik adalarıdır. Bunlar yerləşir tropikin rütubətli dəniz tipində. Daha sonra baxırıq, yəni dəniz tropikdədir. Subtropik iqlim qurşağı. Subtropik iqlim qurşağının bilirik ki, qərb hissəsində deməli Aralıq dənizi iqlim tipi formalaşır. Baxın, Aralıq dənizi. Yağıntı haçan düşür? Qışda. Yəni dekabr, yanvar, fevral aylarında yağıntının miqdarı artır. Həmçinin burada Colorado platosu yerləşir. Yəni bu ərazidə də səhralar formalaşır. Daha sonra mərkəzi hissədə isə kontinental tipidir. Kontinental tipində böyük düzənliklərin cənub hissəsidir. Mississippi ovalığıdır. Bu ərazi kontinental tipdə yerləşir. Subtropikin kontinentalın özəlliyi odur ki, orada temperatur bir qədər mənfiyə düşürdü. Sonra isə gəlir subtropikin şərq hissədə, materikin şərqində musson tipi. Florida yarımadasının şimalıdır, Meksika yanı ovalıqdır, Atlantik yanı ovalıqdır, Apalaz dağlarının şərq hissələridir. Bu ərazilər isə yerləşir subtropikin mussonunda, temperatur mənfiyə düşmür, yağıntı əsas yayda düşür musson olduğuna görə. Daha sonra mülayim iqlim qurşağı. Baxın, mülayim iqlim qurşağı qərbdə mülayim dənizdir. Mülayim dənizin burada formalaşdıran nədir? Qərb küləkləri, həmçinin burada isti Alyaska cərəyanı, Şimali Atlantika cərəyanı var. Alyaska yarımadası Kordilyer dağlarının qərbi yerləşir mülayim dəniz iqlim tipində və Kordilyer dağları bu hissə elə Şimali Amerikada ən çox yağıntı düşən ərazidir. Niyə? Həm isti cərəyanlar, həm də qərb küləkləri Kordilyer dağlarının küləkdöyən yamaclarına bol yağıntı gətirir. Daha sonra davam eləyək. Nerede qalmışdım? Aha. Deməli, daha sonra materikin içərisinə doğru getdikcə kontinentallıq artır. Ona görə də böyük düzənliklərin bu şimal hissəsində yerləşir mülayim kontinental tipi. Kəskin kontinental isə, baxın burada böyük göllər var, mərkəzi düzənliklər. Yuxarı Michigan, Huron, Ontario gölləri ətrafı kəskin kontinentaldadır. Materikin şərqində isə normalda Avrasiyada materikin şərqində mülayim mussonu var idi. Amma burada soyuq Labrador cərəyanı olduğuna görə soyuq Labrador cərəyanı mülayim mussonu formalaşmağa icazə vermir. Ona görə də burada mülayim dəniz
iqlim tipi formalaşır. Deməli, qərbdə də, şərqdə də mülayim dəniz oldu. Mülayim kontinental, kəskin kontinental. Subarktik iqlim qurşağı isə Alyaska ştatı. Baxın, bura ştatdır. ABŞ-ın Alyaska ştatı. Həmçinin burada böyük ayı, böyük çelə gölləridir. Hudson körfəzi ətrafıdır. Baffin torpağının cənubudur. Labradorun şimalıdır. Bunlar isə yerləşir subarktik iqlim qurşağında. Yayda mülayim hava kütləsi gəldiyinə görə bir qədər mülayim və yağıntılı olur. Qışda isə arktik gəldiyinə görə soyuq və quru olur. Daha sonra şimalda qalan bu adalar ki var. Esmirdir, Devondur, Baffin torpağının şimalıdır, Banksdır. Bu adalar isə hamısı yerləşir arktik iqlim qurşağında. Bu oldu Şimali Amerika. Yağıntı xəritəsindən də baxa bilərik ki, ən çox yağıntı elə dedik Kordillerin qərbinə düşür. Ən az yağıntı Kaliforniyaya düşür. Çünki burada səhra formalaşır, soyuq Peru cərəyanı və Arktikaya düşür. Arktikada da buxarlanma çox azdır. Ona görə də yağıntı da çox az düşür. Sonra keçirik Cənubi Amerikaya. Cənubi Amerika deyirik ki, burada iqlimin təkrarlanması prosesi var. İqlim tiplərinin nəyə görə? Çünki ekvator xətti kəsdiyinə görə burada həm ekvatorial iqlim qurşağından yuxarıda subekvatorial var, yəni şimal subekvatorial. Cənubda isə cənub subekvatorial var. Deməli, iqlim burada təkrarlandı. İndi baxaq görək hansı iqlim qurşaqları var. Yenə də Cənubi Amerikanın da iqlimin formalaşmasına əsas təsir edən nədir? Təbii ki də, yəni coğrafi mövqeyi, yəni harda yerləşməsi, isti soyuq cərəyanlar və relyef. Bilirik ki, qərbdən Ant dağları uzanır. Eyni şəkildə qərbdən Sakit okeanından gələn havanın materikin daxilinə daxil olmasına icazə vermir. Daha sonra isti soyuq cərəyanlarının təsirini deyəcəyik. Əvvəlcə baxaq ekvatorial iqlim qurşağı. Deməli, Ant dağları və Amazon ovalının bir hissəsini əhatə eləyir. Şimalda subekvatorial, şimal subekvatorialda yağıntı nə vaxt düşür? Təbii ki, yayda, yəni iyul, avqust aylarında. Düzdürmü? Bəs cənubda yağıntı nə vaxt düşür? Bu oldu şimalın subekvatorialı. İyun, avqust aylarında yağıntı boldur. Çünki ekvatorial hava kütləsi gəlir. Ekvatordan cənubda isə, baxın, bu Braziliya yaylası. Bu ərazidə isə yağıntı düşür yenə cənubun yay aylarında, yəni dekabr, yanvar, fevral aylarında yağıntının miqdarı çoxdur. Çünki cənubun yayı dekabr, yanvar, fevral aylarıdır. Braziliya yaylası oldu cənub subekvatorialda. Şimalda isə Orinoco ovalığı, Gviana yaylası, Amazon ovalının bir hissəsi şimal subekvatorialda idi. Daha sonra gəlir tropik iqlim qurşağı. Tropik iqlim qurşağını isə burada tropik və dəniz tipi ayrılır. Materikin qərbində soyuq Peru cərəyanının təsiri ilə tropikin kontinental tipi formalaşır. Qalapagos adalarını ekvator kəssə də o, tropikin kontinental tipində yerləşir. Soyuq Peru cərəyanı burada Atakama səhrasının yaranmasına səbəb olur. Atakama səhrası qeyd etmək lazımdır ki, dünyanın ən dumanlı yeridir. Nəyə görə? Çünki normalda tropikdir də, yəni bura istidir, amma buradan soyuq cərəyan gəlir, Peru cərəyanı. Bu soyuq Peru cərəyanı havası soyuqdur, axı ağırdır. Ona görə də aşağıya doğru çökür və bulud yarada bilmir. Əgər yuxarı qalxsaydı bulud yaranardı. Amma soyuq olduğuna görə aşağı çökür və burada duman yaranmasına səbəb olur. Həmçinin burada baxın, buna duman tutan şəbəkə deyilir və bu sistemdən istifadə edirlər. Onu suya çevirirlər. Yəni burada yaşayan insanların əsas su mənbəyi elə budur. Duman tutan şəbəkədən istifadə edərək su əldə etmələri. Daha sonra materikin şərqində isə isti Braziliya cərəyanının təsiri ilə tropikin dəniz tipi formalaşır. La Plata ovalının şimalı, Braziliyanın cənubu bura aiddir. Daha cənub və cənub-şərq hissəsi aiddir. Daha sonra subtropik iqlim qurşağı. Subtropikin isə yenə qərbində Aralıq dənizi iqlim tipidir. Yağıntılar ilin soyuq dövründə, yəni qış aylarında düşür. Cənubun qışı nə vaxtdır? İyun, iyul, avqust ayları. Daha sonra isə mərkəzi hissədə kontinentaldır, bura Patagoniyadır. Daha sonra şərq hissədə isə normalda şimalda musson yaranır, amma cənubda musson yoxdur. Onun əvəzinə bərabər rütubətli subtropik iqlim tipi formalaşır. İl boyu rütubətlidir, istidir. Daha sonra sonra nə deyirdik? Mülayim. Mülayim də qərbdə burada deməli mülayimin dəniz tipidir, şərqində isə mülayimin kontinental tipidir. Qərbində bu mülayim dəniz var. Həmin əraziyə qərb küləkləri təsir edir deyə. Qərb küləklərinin təsiri ilə bura dünyanın ən belə deyək də nəmişli küncü adlanır. Ümumiyyətlə nəmişli küncdür. Qərb küləklərinin təsirinə görədir. Çox yağıntı düşür bura. Çilinin cənub-qərbidir. Şərqində isə mülayimin kontinentaldır. Və ümumilikdə deyə bilərik ki, Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Bu qədər.